Salam aleyküm. Mən Məhəmmədli Qoşqaloğlu avtoservisin arkası, qəbristanlıq yolunun üstü. Maşallah olsun, əla. Bizim icra nümayəndəliyimiz gəldi, sağ olsun, baxdı. 2 gün dəstək verdi. O gedib 2 aydır ki, yoxa çıxıb. Bəli, icra nümayəndəliyinə zəng edirik hal-hazırda, itirib axtaran yoxdur. Hansı ki, kanalların üstündə olan evlər sökülür də, prezidentimiz fərman verir. Ama bax, məhəllənin elə başındayam. 500 metr məsafədə, bu başdan o başa qədər 500 metr məsafədir. O başdan bu başa qədər. Bu boyda küçənin bir dənə çıxışı var. Hamı qalıb suyun altında, evlər qalıb suyun altında. Qurunçuların keçən yolu, kəndin, Məhəmmədlinin qurunçuları keçən yolun həmən turbanın bölündə, belə deyək də, bölündə tikilən evlərdir, bax, bu sağ sıra. Onu da gəlib sökməkdən sağ olmuşlar. Pulunu alıb gedirlər. Yəni bundan hamının xəbəri var. İcra nümayəndəliyinin, icra başçısının, Abşeronun nəticə olaraq hər şey sıfır. Nəticəmiz göz qabağındadır. 50 günə çəkilən su indi hal-hazırda həmən vəziyyətdədir. Buna xahiş edirəm, bir əncam qılınsın. Qonşunun məhəllələr, qonşular yığılıblar, ortada heç nə yoxdur. Buna bir əncam qılan yoxdur. Yəni burada bir dənə nəticə etibarı ilə qurunçularının gedən xətti açılmalıdır, təmizlənməlidir, düzəlməlidir. Dolduğuna görə o da basır həyətə, məhəlliyə. 2012-ci ildən burada qalıram, bir dəfə belə bir problem olmayıb. Bu qış 3-cü dəfədir bu hadisə baş verir.